Salam əziz treyderlər. Sizinlə layihə sistem, Guru Markets şirkət haqqında ümumi məlumatlardan başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan korporasiyanın hər bir parametrini daha dərindən öyrənməyi təklif edirik. İndi biz şirkətin cari performans göstəricilərini təhlil edəcəyik. EV Holding, Inc., ticker, EVI. Bu rəy 17 iyun 2025-ci il tarifinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət EV Holding Inc. alt kateqoriyaya aiddir. Aviaprom təhlildə 16 şirkət iştirak edir. Bu kifayət qədər təmsilçidir. Bu videonun sonuna doğru son həll yollarına baxacağıq. Sözü gedən şirkət üçün ümumi nəticə mənfi 10 baldan 8,5 bal. Alt kateqoriya üzrə orta xal 1 bal. Geniş şəkildə baxsanız, bütövlükdə bütün fond bazarı çərçivəsində. Bütövlükdə bütün fond bazarı üzrə orta nəticənin 1,8 bal olduğunu görürük. Mənfi reytinqə qarşı 8,5 bal EV Holding Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi EV Holding Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik EV Holding Inc. 21% dinamika nümayiş etdirdi. 37,7% alt kateqoriya üzrə qiymət dəyişikliyinin əleyhinədir. Şirkətin bazar kapitallaşması EV Holding Inc. 1,73 milyard dollar dəyərində qiymətləndirilib. 347 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 0,6 milyard dollar olaraq qiymətləndirilir. 13 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Bazar və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş EV Holding Inc. Alt kateqoriyada birjanın kapitallaşması halında qiymətləndirmə 0,497% təşkil edir. Balans dəyəri 0,462% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi PIS mənfi 1 bal. Təhlil edilən şirkətin 0,111 milyard dollar borc öhdəlikləri var. Maliyyə öhdəliklərinin balans dəyəri kapitalın 187%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin qiymətləndirilməsi PIS mənfi 1 bal. Şirkətin qiymət qazanc nisbəti 0-dır. 0 alt kateqoriya üçün orta. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox pis mənfi 2 bal. Son 12 ayda mənfəət mənfi 161 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi PIS mənfi 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 0-dır. Alt kateqoriya üçün orta qiymət 3,3-dür. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi PIS mənfi 1 bal. Son 12 ayda gəlir 0 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Gözlənilən gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS mənfi 1 bal. Marjinallıq 0%-dir. Alt kateqoriya üzrə orta göstərici mənfi 10,4%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,64% təşkil edir. Bu, bazar kapitallaşma payından 677% azdır. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği 9.929.000 dollara bərabərdir.
Alt kateqoriyada isə 1274.000 dollardır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği mənfi 928,7 min dollardır. Alt kateqoriyada orta göstərici mənfi 39,9 min dollardır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLET, mənfi 0,5 bal. Şirkətin hər işçiyə düşən satışları 0,000 dollardır. Alt kateqoriyada 384.000 dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, TOLET, mənfi 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 10,4%, alt kateqoriya üzrə orta hesabla 2,9% təşkil edir. Texniki göstərici ROAS-ı 14 şirkət üçün %65 səviyyəsini göstərir EV Holding Inc. Alt kateqoriyada isə ROAS səviyyəsi 14,53%-dir. Şirkətin səhmləri əslində təxminən 5,81 dollar dəyərində qiymətləndirilir. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi 6,68 dollar civarındadır. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş tamamilə bütün qərarlar var Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində EV Holding Inc. Qiymətləndirmənin informasiya sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün 5,8 dollar dəyərində eniş açmağı əmr etdi. Sövdələşmə şirkətin nisbətən aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodundan, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 3,22 səviyyəsində müəyyən edilmişdir. Stop loss 8,38 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 17 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, ERAC, əsas alış sifarişidir. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik Guru Markets.